namazda səsli gülmək namazı batil edən əməllərdəndir. Amma namazda təbəssüm etmək namazı batil eləmir. Yəni buna görə namazdan çıxma. Amma çalış ki, namazda heybəti qoruyasan. Çünki namaz elə bir ibadətdir ki, Rəbbinlə ünsiyyətdəsən, Rəbbinin huzurundasan. Burada ciddi olmaq lazımdır. Bəzi alimlər bu məsələdə şiddətli danışıblar. İbn Hüseymin rahimehullah buyurur ki, əgər namazda insan səsli gülərsə, bu danışıq kimidir. Hətta danışıqdan daha şiddətlidir. Çünki bu namazı pozur. Çünki bu insanın istehza etməsinə, namazı ələ salmasına bənzəyir. Yəni insan dərk edərsə ki, kimin qarşısında durub, kimin əmrini ilə onun huzuruna çıxıb, kimin huzurundadır, kiminlə danışır, o zaman özünü yığışdırar. Yəni bir kəs hansısa bir vəzifəli, bir məmur çağıran vaxtı onun qarşısında gülsə, nə ola bilər? Və ya gülə bilərmi? Amma sən o məmurun, o müdirin, o hökmdarların Rəbbi olan Allahın qarşısında, aləmlərin Rəbbi olan Allahın qarşısında, Allahın huzurunda durursan, belə vaxtı görmək olarmı? İnsan belə şeyləri yadına salsa, xatırlasa və eləcə namaza başlasa, o zaman namazda gülməz Allahın izni ilə.